Azərbaycanda sosial təminat və pensiya məsələləri cəmiyyətin ən həssas mövzularından biri olaraq qalır. Xüsusilə əlilliyi olan şəxslərin aldığı ödənişlərin onların gündəlik həyatına nə dərəcədə yetərli olduğu tez-tez müzakirə olunur. Bu dəfə redaksiyamıza müraciət edən 27 yaşlı Habil Əhmədov da məhz bu problemlə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə o, görməklə bağlı sağlamlıq problemlərinə görə ikinci qrup əlillik dərəcəsi alıb və hazırda dövlət tərəfindən aylıq 2 manat pensiya ilə təmin olunub. Lakin gənc bildirir ki, bu məbləğ onun minimum yaşayış xərclərini belə tam şəkildə qarşılamağa kifayət etmir. Habil Əhmədov deyir ki, xüsusilə son dövrlərdə qiymət artımı fonunda bu məbləğlə dolanmaq daha da çətinləşib. Bunun sözlərinə görə dərman xərcləri, gündəlik qida və digər zəruri ehtiyaclar bu məbləği demək olar ki, tam şəkildə əhatə edir. O həmçinin qeyd edir ki, bir müddət əvvəl pensiyalarda artım olacağı ilə bağlı müxtəlif məlumatlar eşidib və bu artımı gözləyib. Lakin gözləntilərinin özünü doğru tutmadığını bildirir. Deyirdilər ki, artım olacaq. Ümid edirdik ki, heç olmasa biraz yüngüllük olar. Amma heç bir dəyişiklik olmadı. Bu vəziyyət insanı məyus edir. Gəncin sözlərinə görə o işləmə imkanlarının məhdud olması səbəbindən əsas gəlir mənbəyi kimi məhz bu pensiyaya güvənir. Bu isə vəziyyəti daha da çətinləşdirir. Məsələ ilə bağlı rəsmi qurumların əvvəlki açıqlamalarında isə bildirilir ki, pensiya və sosial ödənişlər ölkənin qanunvericiliyinə uyğun şəkildə hesablanır və artımlar mərhələli şəkildə həyata keçirilir. Həmçinin qeyd olunur ki, bu sahədə dəyişikliklər dövlət büdcəsi və iqtisadi göstəricilər nəzərə alınaraq müəyyən edilir. Ekspertlər isə hesab edir ki, xüsusilə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi vacibdir. Onların fikrincə bu kateqoriyadan olan vətəndaşların həm maddi təminatı, həm də sosial inteqrasiyası üçün əlavə addımlar atılmalıdır. Sosial mövzular üzrə mütəxəssislər bildirir ki, artan yaşayış xərcləri fonunda mövcud ödənişlərin adekvatlığı məsələsi daha çox diqqət tələb edir. O isə gələcəkdə yeni qərarların qəbul olunmasını zəruri edə bilər. Habil Əhmədov kimi vətəndaşların müraciətləri isə bu problemlərin real həyatda necə hiss olunduğunu bir daha göstərir. Qeyd edək ki, sosial ödənişlərlə bağlı dəyişikliklər adətən müəyyən dövrlərdə həyata keçirilir və bu sayədə qərarlar rəsmi qurumlar tərəfindən açıqlanır. Biz isə mövzunu diqqətdə saxlayacaq və yeniliklər olduqca ictimaiyyətə çatdıracağıq.